Nəmmamlıq nədir? Nəmmamlıq insanlar arasında fəsad törətmək niyyəti ilə söz gəzdirməkdir. Kitab və sünnətlə ümmətin icması ilə nəmmamlıq etmək haramdır. Səbəbləri nədir? Birincisi, nəmmam olan insanlar qəbir əzabına düçar olur. 2. Nəmmam olan insanlar cənnətə girmir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Lə yədxulul cənnətə qattət. Cənnətə insanlar arasında fəsad törətmək məqsədi ilə söz gəzdirənlər girməyəcək. Və nəmmamın etdiyi elm əhlindən biri deyir ki, bir nəmmamın bir saatda törətdiyi fəsadı cadükar bir ayda törədə bilmir. Atanı oğula, oğlu ataya düşmən eləyir. Ər arvadın arasını vurur. Şəriklərin arasını parçalayır. Nəmmamın bu dünyadakı ən törətdiyi böyük fitnə insanların huzurunu qaçırması və yer üzündə insanların bədbəxt olmasına səbəb olmasıdır. Ona görə İslam dini ən böyük şiddətli əzablardan birini də nəmmamlıq edənlərin üzərinə qoyub. Ona görə şəriətdə böyük günahlardan hesab olunur. Bəli.